Müvəqqəti narahatçılığa görə üzr istəyirik. Narahatçılığa görə nədir? Azərbaycan dilində çılıq-çülük şəkilçisi var. Var. Narahat sözün köküdür. Ya ben hayatımda böyle bir vizyonsuzluk görmedim. Narahatçı, narahat edən insan. Neynirəm? Narahat edirəm. Ben hayatımda böyle rasyonel bir vizyonsuzluk görmedim. Bu cür absurd yanaşmaların meydana çıxmasının əsas səbəbi adətən iddia sahiblərinin akademik mənbələrdən məlumatlı olmaması və dilin təbiətini dərk etməmələridir. Akademik mənbələrdə qeyd edilir ki, çılıq müstəqil şəkilçidir və lıq forması daha müasir bir versiyadır. Yəni 100 il öncəyə getsək, insanlar bu sözləri elə məhz çılıqla deyib, hətta bəlkə də həmin vaxt lıqla deyən insan olsaydı ona belə qəribə baxardılar ki, bu nə danışır. Ümumiyyətlə, dil faktı ilkindir. Qayda məhz dil faktına əsasən meydana çıxır. Yəni, dil faktı olmazsa, qayda da olmaz. İnsanların bir çoxu belə düşünür ki, biz sözləri yaradarkən kitabdakı şəkilçilərə baxıb yaradırıq. Bu yanlışdır. Sözlər təbii şəkildə formalaşır və həmin sözlərdəki ümumi məqamları götürüb şəkilçi kimi qeyd edirik. Yəni, qayda sadəcə dil faktları nizama salan, sistemləşdirən bir vasitə, mənbədir. Bu sözlər əsrlərlə xalqın dilində mövcud olub, bunu sübut edən əsas mənbə bədii ədəbiyyatdır. Çünki bildiyimiz kimi, xalq danışığı ilk növbədə bədii üslubda özünü göstərir. Biz baxırıq Cəlil Məmmədquluzadənin Nigarançılıq adlı əsəri. Eyni müəllifin bir neçə əsərində qeydə alınan müsəlmançılıq sözü. Nəcəf bəy Vəzirovun Atalar sözünün orijinalına uyğun adlandırdığı sonraki peşmançılıq fayda verməz. Belə canım sizə desin məşhur Bir Gəncin Manifesti əsərində qeydə alınan kasıbçılıq sözü. Sultan Məcid Qənizadənin Allah xofu əsərində mehribançılıq sözü. 1974-də lentə alınan Peşmançılıq adlı film. Romeo mənim qonşumdur filmində səsləndirilən meymunçuluq sözü. Heç utanmırsan? Bu nə meymunçuluq deyirsən? Və s. Bunlar sadəcə mənim məhdud şəkildə araşdırmalarımın bir nəticəsidir. Bir qədər dərin araşdırsaq, yəqin ki, daha çox belə nümunələrlə qarşılaşa bilərik. Ümumən, burada əsas bir məqam diqqətə alınmalıdır. Dili Orwellin 1984 əsərindəki double think texnikası kimi qısıtlaşdırmaq, məhdudlaşdırmaq effektiv bir şey deyil. Dil təbii şəkildə formalaşır və onu heç nə ilə məhdudlaşdırmaq mümkün deyil. Burada əsas bir məqam önəmlidir. Əgər sözlər anlayışı pozmursa, yanlış anlaşmaya yol açmırsa, istənilən formada istifadə edilə bilər. Narahatçılığa ehtiyac yoxdur deyəndə, yəqin ki, heç bir yanlış anlaşılmaya yol açılmır. Ümumən, bir sözün var olmadığını iddia edərkən onu ciddi şəkildə əsaslandırmaq lazımdır. Bu insanların daha çox əsaslandırması bu cür olur ki, məsələn, pambıqçı sözündə çığ peşəni bildirir. Məgər narahatçı var ki, narahatçılıqda olsun. Burada əsas problem odur ki, biz harada çı, çi, çu gördüksə onu mütləq şəkildə peşə bildirən bir söz kimi anlamamalıyıq. Yəni, belə bir qeyd heç arada yoxdur. Dil bu formada işləmir. Sadəcə, pambıqçı sözündə çı, müstəqil peşə bildirən şəkilçi, narahatçılıq sözündə isə çılıq müstəqil şəkilçidir. Bu qədər sadə, yəni müqayisəyə ehtiyac belə yoxdur. Son olaraq, praktiki bir nümunəni özünüzlə yoxlayaraq nəticəyə vara bilərsiniz. Məsələn, düşmənçilik, maniçilik tipli sözlərdə çiləri çıxarın və hansı effekt verdiyini özünüz müşahidə edin. Beləliklə, bu tip sözləri nitqinizdə heç bir narahatçılıq duymadan istifadə edə bilərsiniz.